Telegraf nəşrinin məlumatına görə Ukrayna qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə körpünü məhv edərək tarixi bir mərhələyə imza atıblar. Bu, körpünün tamamilə pilotsuz aparat əməliyyatı vasitəsilə dağıdılmasının sənədləşdirilmiş ilk halı hesab olunur. Hədəf Ukraynanın cənubundakı Xerson vilayətinin müvəqqəti işğal altında olan hissəsində yerləşirdi. Məlumatlara əsasən Ukrayna hərbçiləri 2 ay ərzində Britaniya istehsalı olan Malloy T-150 pilotsuz aparatlarından istifadə edərək Rusiya qüvvələrinin nəzarətində olan körpünü hədəfə alıblar. Əməliyyat 2025-ci ilin əvvəlində həyata keçirilsə də, təfərrüatlar yalnız yaxın zamanda məlum olub. Sosial şəbəkələrdə yayılan video görüntülərdə pilotsuz aparatın körpüyə zərbə endirdiyi an və ardınca baş verən güclü partlayışlar əks olunub. Körpü Dnepr çayının qolu olan Kanka çayı üzərində yerləşirdi və strateji baxımdan mühüm hesab edilirdi. Pilotsuz aparat kampaniyasından əvvəl Ukrayna qüvvələri hava zərbələri və HIMARS raket sistemləri vasitəsilə bu tikilini dağıtmağa cəhd göstərmişdilər, lakin bu səylər uğursuz olmuşdu. Nəticədə tapşırıq 426-cı Dəniz Piyadaları Korpusunun pilotsuz sistemlər alayına həvalə edildi. Alayın komandiri polkovnik Aleksey Bulakov izah edib ki, körpülər adətən aşağı hissədən daha həssas olur. Lakin yuxarıdan və yanlardan edilən hücumlara davam gətirmək üçün layihələndirilirlər. Dönüş nöqtəsi bir Rus əskərinin bilmədən körpünün daxili quruluşunu göstərən görüntünü paylaşması ilə baş verdi. Bu, Ukrayna mühəndislərinə konstruksiyanın zəif nöqtələrini müəyyən etməyə və daha dəqiq zərbələr planlaşdırmağa imkan verdi. 60 gün ərzində bölmə təxminən 30 əməliyyat həyata keçirib və ümumilikdə 1,5 ton partlayıcı maddədən istifadə olunub. Bu təkrarlanan hücumlar nəticəsində körpünün konstruktiv dayanıqlığı tədricən zəifləyib və son raket zərbəsi onu tamamilə çökdürüb. 2025-ci ildə baş verən bu hadisə Xerson vilayətinin Rusiya nəzarətində olan hissələrində körpünün dağıdılması ilə bağlı ilk hal deyildi. 2022-ci ilin iyul ayında Ukrayna Dnepr çayı üzərində yerləşən Antonivski körpülərinə HIMARS raket sistemləri ilə zərbələr endirməyə başlamışdı. Körpülər dərhal məhv edilməsə də təkrarlanan dəqiq zərbələr bir neçə gün ərzində onları ağır texnika üçün yararsız hala gətirmişdi. Bu, Rusiya qoşunlarını bərələrdən və müvəqqəti keçidlərdən istifadə etməyə məcbur etmiş və 2022-ci ilin noyabrında onların Dneprin qərb sahilindən geri çəkilməsinə töhfə vermişdi. Ukrayna hərbçiləri həmçinin Rusiya ilə ilhaq olunmuş Krımı birləşdirən kritik əlaqə nöqtəsi olan Krım körpüsünü də dəfələrlə hədəfə alıblar. 2025-ci ilin iyun ayında Ukrayna Təhlükəsizlik Xidmətləri körpünün dayaqları yaxınlığında partlayıcı yerləşdirərək sualtı partlayış əməliyyatı həyata keçirib, nəticədə tikiliyə ziyan dəyib və hərəkət müvəqqəti dayandırılıb. Bu əməliyyatlarla yanaşı, Ukrayna Rusiya qoşunlarına və hərbi obyektlərinə qarşı hava və raket zərbələrindən ardıcıl şəkildə istifadə edib. Müharibə boyu Ukrayna qüvvələri təyyarələr, reaktiv artilleriya və pilotsuz aparatların birgə istifadəsi ilə sursat anbarlarını, komanda mərkəzlərini və qoşun cəmləşmələrini hədəfə alıblar. 2022 və 2023-cü illərdə HIMARS zərbələri cəbhə xəttindən uzaqda yerləşən logistika mərkəzləri və təchizat anbarlarının vurulmasında mühüm rol oynayıb. Ukrayna hərbi dəniz qüvvələri İsveç istehsalı olan müasir uzaq mənzilli gəmi əleyhinə raketlərdən istifadə edərək Qara Dənizdə Rusiyanın nəzarətində olan dənizdəki qazma platformasına zərbə endirib və onu məhv edib. Bu barədə Kiyevdən bazar ertəsi yayılan rəsmi açıqlamada bildirilib, həmin axşam Ukrayna hərbi dəniz qüvvələri tərəfindən yayımlanan görüntülərdə ən azı 2 raketə bənzər mərminin Sivaş platformasına dəyərək partladığı görünür. Bu qurğu Rusiyanın ilhaq etdiyi Krım yarımadasının təxminən 60-80 km şimal-qərbində yerləşən dayaqlı qazma platformasıdır. Ukrayna mənbələrinin məlumatına görə, Rusiya qüvvələri tərk edilmiş bu qurğunu çoxfunksiyalı hərbi məntəqəyə çevirərək hava müşahidəsi, elektron müharibə əməliyyatları və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə edirdi. Təxminən 3 dəqiqə davam edən montaj olunmuş videoda gecə vaxtı raket buraxılışları və daha sonra platformanın əsas hissəsində baş verən güclü partlayışlar əks olunub.
Dəniz və hava pilotsuz aparatlarından əldə edilən əlavə görüntülər Ukraynanın pilotsuz su-üstü vasitələrinin və birbaşa idarə olunan kamikadze pilotsuz aparatlarının da hücumda iştirak etdiyini göstərir. Bu isə gecə saatlarında dənizdə koordinasiyalı çox-istiqamətli zərbə əməliyyatının həyata keçirildiyini göstərir. Ukrayna hərbi dəniz qüvvələri istifadə olunan silahı İsveçdə hazırlanmış uzaq mənzilli gəmi əleyhinə RABS-15 Gungnir raketi kimi təqdim edib. Bu raket Saab şirkəti tərəfindən istehsal olunur. Həm Ukrayna, həm də Rusiya ordusuna bağlı media mənbələrinin bu raket sistemindən istifadə olunduğunu təsdiqlədiyi bildirilir. İstehsalçı şirkətin texniki göstəricilərinə əsasən, RBS-15 nisbətən iri ölçülü raketdir. Uzunluğu təxminən 4,3 metr, çəkisi isə 650 kiloqram civarındadır. Bu raket gəmilərdən, təyyarələrdən və ya yerüstü buraxılış qurğularından istifadə edilə bilər. Raket səsdən aşağı sürətlə hərəkət edir və uçuş zamanı ətalətli naviqasiya, peyk yönləndirməsi və son mərhələdə aktiv radar hədəfləmə sistemi ilə idarə olunur. Burax və unut prinsipi ilə işlədiyi üçün buraxıldıqdan sonra əlavə idarə etməyə ehtiyac duymur. Həm sahilyanı mürəkkəb ərazilərdə, həm də açıq dənizdə istifadə üçün nəzərdə tutulmuş bu raket qabaqcıl avionika və elektron müdaxiləyə qarşı müdafiə sistemləri ilə təchiz olunur ki, bu da onu siqnal qarışdırılması və aldatma cəhdlərinə qarşı daha davamlı edir. İlk dəfə 1980-ci illərdə istifadəyə verilən RABS-15 raketi illər ərzində davamlı şəkildə modelləşdirilib və ən son M-1 versiyası yüksək dəqiqliyə malik uzaq mənzilli dəniz zərbə silahı hesab olunur. Ukrayna hərbi dəniz rəsmiləri hər raketin təxminən 200 kiloqramlıq adi yüksək partlayıcı döyüş başlığı daşıdığını bildiriblər. Lakin hücumda raketin hansı versiyasından istifadə edildiyi və Ukraynanın bu sistemi necə əldə etdiyi barədə məlumat verilməyib. M-1 və M-2 kimi daha köhnə variantların uçuş məsafəsi təxminən 70 kilometrdir. Bu isə Sivaş platformasına quru mövqedən zərbə endirmək üçün yetərli olmaya bilərdi. Əgər raket Ukraynanın cənub sahillərinə çox yaxın nöqtədən buraxılmayıbsa, M-3 və M-4 kimi daha müasir versiyalar isə 200-300 kilometrdən artıq məsafəyə uçuş imkanı verir ki, bu da Ukraynanın mobil zərbə strategiyasına daha uyğun hesab olunur. Ukraynanın müdafiə təhlil qrupu Militarnidə yayılan görüntülərdə RBS-15 raketlərinin aydın göründüyünü bildirib və qeyd edib ki, Ukrayna ilə İsveç arasında bu sistemlərin verilməsi ilə bağlı 2024-cü ildə razılaşma əldə olunduğu iddia olunur. Açıq mənbələrə görə İsveç, Finlandiya, Almaniya, Polşa, Xorvatiya, Bolqarıstan, Əlcəzair və Tayland da daxil olmaqla bir sıra ölkələr RB-15 sistemindən istifadə edir. Avropa ölkələri ümumilikdə Ukraynaya müxtəlif formalarda hərbi yardım göstərsələr də, bu tip raketlərin verilməsi ilə bağlı açıq şəkildə təsdiqlənmiş məlumat yoxdur. Belə bir üçüncü tərəf transferi adətən İsveçin ixrac nəzarəti qaydalarına əsasən rəsmi təsdiq tələb edir. Ukraynanın öz yerli istehsalı olan gəmi əleyhinə raketi də mövcuddur. Uzun Neptun bu sistem RBS-15-dən daha ağırdır. Daha sadə quruluşa malikdir və elektron müdaxiləyə qarşı daha həssas hesab olunur. Bununla belə, onun daha uzaq məsafəyə uçduğu və daha böyük döyüş başlığı daşıdığı bildirilir. Neptun sisteminin ən diqqət çəkən istifadələrindən biri 2022-ci ilin aprelində Ukrayna raketlərinin Rusiyanın Qara Dəniz donanmasının flaqman kreyseri olan Moskva gəmisini vuraraq batırması olmuşdu. Həmin vaxtdan etibarən Neptun raketləri Rusiya hərbi gəmilərinə, radar qurğularına, bərələrə, enerji infrastrukturuna, pilotsuz aparat buraxılış məntəqələrinə və müdafiə istehsalı obyektlərinə qarşı çoxsaylı hücumlarda istifadə olunub, onlarla təsdiqlənmiş əməliyyat barədə məlumat verilib. Rusiya qüvvələri isə öz növbəsində Neptun proqramı ilə əlaqəli əsas Ukrayna istehsal obyektlərini, o cümlədən Kiyev və Zaporojye şəhərlərindəki müəssisələri hədəfə alıb. Bu zərbələr infrastrukturun zədələnməsinə, işçi heyəti arasında itkilərə və Ukraynanın raketləri geniş miqyasda istehsal etmək imkanlarının azalmasına səbəb olub.